Salam, sabahınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Bura elimizin kanalıdır. Mən Ayşən Abdullazadə, hər birinizi ürəkdən salamlayıram. Xoş gördük sizi. Biz sizin həftənin bazar günü görüşürük. Bugün artıq 2 dekabr tarixini yaşayırıq və bugün də sizə maraqlı bir proqram təbii ki təqdim etməyi vəd edirik. Sizi həftənin bazar günündə, bazar səhərində salamlayıram, sabahınız xeyirli olsun deyirəm. Və biz bugün sizinlə 2 dekabr tarixində görüşürük və məlum məsələdir ki, artıq dekabr ayda gəldi, çatdı. İlin sonu nə az, nə çoxdur, 29 gün qalır. 29 gündən sonra artıq biz 2012-ci ilə əlvida deyib 2013-cü ilə qarşılayacaq. Düzdür, ondan əvvəl hələ 21 dekabr tarixi var, qışın qarşılanması var. Bu, təbii ki, bunların hər birisinin haqqında ətraflı şəkildə biz söhbət edəcəyik. Yeri gəlmişkən, mən istəyərdim ki, sizə mövzumuzu elan edim. Düzdür, siz anonslarımızı izləyirsiniz dünəndən etibarən və təxminən biz hansı mövzuya toxunacağıq, bu haqda artıq sizin məlumatınız var. Məlum məsələdir ki, hər birimiz hansısa bir əsərləri sevə-sevə oxuyuruq və orada incə duyğulardan və hansısa bir psixoloji problemlərin qabardılmasından oxuduğumuz zaman təbii ki, zövq alırıq. Amma təəssüf olsun ki, son zamanlar bir çox yazarlar, əksər yazarlar öz qələmlərini tuşlayanda vərəqə daha çox açıq-saçıq mövzuları gündəmə gətirirlər. Və vulqarizmə, bəzən o ki, jargonlara həddindən artıq yer ayırırlar ki, bu da əlbəttə bir çox oxucuların bəzən olur ki, bəyənməməsinə və tənqidinə də səbəb ola bilir ki, son zamanlar daha çox bu haqda danışılır. Ədəbiyyatımızda ən çox gündəmə gətirilən mövzulardan da biri budur. Ədəbiyyatımızda beləliklə vulqarizm, açıq-saçıqlıq və ya ciddilik məsələsi. Bugünkü proqramımızın müzakirəsi məhz bu mövzu olacaq. Və mənim qonaqlarım var. Hər zaman olduğu kimi istəyərdim ki, hörmətli qonaqlarımı təqdim edim sizə, bir-bir siz də tanış olasınız onlarla. Beləliklə, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin sədri, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Sahib İbrahimli. Xoş gəlmişsiniz Sahib müəllim. Sabahınız xeyirli olsun. Elin Səsi qəzetinin xüsusi müxbiri, şair Səxavət Kəlbəcərli. Səxavət bəy, siz də xoş gəlmişsiniz, siz də salamlayıram. Və digər qonaqlarımız, şair Rəfail Əskərov. Xoş gəlmişsiniz, Rəfail müəllim. Aşıqlar Birliyinin üzvü, Qoşqar Kəlbəcərli, xoş gəlmişsiniz. Digər aşığımız, Aşıqlar Birliyinin üzvü, eləcə də ötən mövsüm elimizin kanalında yayınlanan Telli Sazı müsabiqəsinin finalçısı Aşıq Duman, xoş gəlmişsiniz Aşıq. Və digər qonağımız Balaban ifaçısı Aşıq Sədrəddin. Siz də xoş gəlmişsiniz, sizə salamlayıram hər birinizi. Elimizin kanalında xoş gördük sizi. Mən bilirəm ki, mövzumuzla bağlı sizin deyəcəkləriniz əlbəttə ki, çoxdur. Ümumiyyətlə, mən mövzumuzun təqdimatı zamanı vurğuladım, müəyyən məsələlərə toxundum. Yəqin ki, siz özünüz də bunu eşitdiniz. Məlum məsələdir ki, ədəbiyyat adətən incə duyğuları, incə hissləri önə gətirməkdən irəli gəlir. Ədəbiyyat ümumiyyətlə, təbii ki, mədəniyyət, həm də ki, çox gözəl əxlaqın göstəricisidir. Amma son zamanlar bu kimi hadisələr əlbəttə ki, olmalı bir çox insanları üzür. Və ədəbiyyatla maraqlananlar daha yaxşı bilirlər ki, ədəbiyyatda hər dövrün özünün biri olur. Nə bilim, intibah dövrü, novatorçılığın meydana gəlməsi, satira janrının inkişafı, bunların hər birisi, təbii ki, bu siyahını uzatmaq olar. Amma belə getsə, 21-ci əsrin ədəbiyyatını gələcəkdə başqa adla xatırlayacaqlar. Mən istəyərdim ki, sizə söz verək, növbədə Sahib müəllim. Əvvəla tamaşaçılarımızla salamlaşasınız, həm də mövzumuzla bağlı münasibətinizi bildirəsiniz. Buyurun. Mən hər şeydən əvvəl televiziya tamaşaçılarını və ədəbiyyat sevərləri salamlayıram, poeziya sevərləri salamlayıram və bu dəvətə görə, bizlə tamaşaçılar arasında yaratdığınız bu ünsiyyətə görə sizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, təşəkkürlər. Və etiraf edim ki, bugünkü verilişiniz çox gərəkli, aktual bir mövzuya həsr olunub. Bu, çoxlarını düşündürən bir məsələdir, çoxlarını düşündürən bir məsələdir və buna dönə-dönə qayıtmaq lazımdır. Onu deyim ki, Azərbaycan ədəbiyyatında uzun əsrlər boyu, mən nəzərə tuturam klassik ədəbiyyatı, divan ədəbiyyatı, əruz ədəbiyyatı nəzərə tuturam, burada aparıcı bir mövzu olubdur. Bu mövzu ürfan ədəbiyyatının mövzusuydu. Ürfan ədəbiyyatının da bir aparıcı obrazı var idi, bu gözəl obrazı idi. Ürfan ədəbiyyatındakı bu gözəl deyəndə hamımıza məlumdur, Allah nəzərə tutulurdu, böyük yaradan nəzərə tutulurdu. Və klassiklərimiz, bizim divan ədəbiyyatının yaradıcıları bu obrazı həmişə sevə-sevə yaradıblar. Bugün də davam edir, bu ənənə bugün də davam edir. Amma bir həqiqət də var ki, 16-cı əsrdən başlayaraq ölkədəki ictimai-siyasi situasiyanın əlaqədar aşıq ədəbiyyatı meydana gəldi. Daha doğrusu
özünün intibah dövrünü yaşamaq başladı, inkişaf elədi, yeni bir vüsət aldı və aşıq ədəbiyyatının əsas mövzusu ürfanilik yox, xalqın həyatı, xalqın problemləri, xalqın düşüncələri idi. Və aşıq ədəbiyyatında toxunan əsas mövzulardan biri də məhəbbət və gözəl mövzusuydu. Ürfan ədəbiyyatındakı gözəldən fərqli olaraq, aşıq ədəbiyyatında tərənnüm olunan gözəl müxtəlif tərəflərinlə, yəni həm zahiri gözəlliyi ilə, həm daxili gözəlliyi ilə tərənnüm olunurdu. Və o da maraqlıdır ki, elə həmin dövrdən başlayaraq Azərbaycan aşıq poeziyasında gözəlliyin tərənnümü ilə əlaqədar olaraq müxtəlif ilk baxışda açıq-saçıq görünən elementlər var idi. İlk baxışda bu belə idi. Əslində bu açıq-saçılıq deyildi. Məqsəd xalqın bədii estetik zövqünün inkişafına kömək eləmək idi. Biraz ənənədən, stereotiplərdən biraz uzaqlaşırdı ədəbiyyat. Bayaq dediyiniz kimi novator ədəbiyyat yaranırdı. Bu ədəbiyyatın da başlıca məqsədi xalqın bədii estetik zövqünün inkişafına kömək eləmək idi. Deyək ki, Qurbanidən 16-cı əsrdən Qurbanidən başlayan bu ənənə 18-ci əsrdə Vaqifin yaradığında özünün pik nöqtəsinə çatdı. Fikir verirsiniz, Vaqifin yaradığında ilk baxışda açıq-saçıq görünən elementlər, buna bəzən saray zövqü deyirlər, bunlar boş söhbət. Saray zövqü deyil, bu xalqın zövqüdür. 18-ci əsrdə gözələ bu cür münasibət Vaqifin yaradığında özünün ən yüksək zirvəsinə çatdı. Vaqif heç də bu cür təsvir üsulu ilə xalqın milli, mənəvi, əxlaqi dəyərlərini tapdalamırdı. Qətiyyən belə deyil. Bəzən belə şairlər yox. Xeyr. Vaqif özünün bu şeir üslubunla, bu cür gözələ bu cür yanaşmasıyla əslində milli, mənəvi, əxlaqi dəyərlərimizə yeni elementlər, yeni çalarlar əlavə eləyir və xalqın, insanların bədii estetik zövqünün inkişafına kömək eləyir. Fikir verin, eyni elementlər, eyni ünsürlər sonraki dövrdə Aşıq Ələsgərin, Aşıq Alının, başqa böyük sənətkarların yaradıcılığında bu elementlər biraz da genişlənir. Nə idi? Aşıq Ələsgər milli, mənəvi, əxlaqi dəyərlərimizdən, İslam əxlaqından kənara mı çıxırıq? Qətiyyən belə deyil. Qətiyyən belə deyil. Məqsəd xalqın bədii estetik zövqünün inkişafına kömək eləməkdir. Fikir verin, həmin deyək ki, 20-ci əsrin əvvəlindən başlayaraq Azərbaycan rəssamlarının əsərində qadınlar biraz başqa səpkidir. Yəni çadırasız, boyasız, nə bilim mən, biraz açıq-saçıq təsvir olunurdu. Bu da yenə milli, mənəvi, əxlaqi dəyərlərdən kənara çəkilmək deyildi. Bizim mentalitetimizə arxa çevirmək deyildi. Bu sadəcə olaraq dediyim kimi xalqın, insanların bədii, estetik zövqünün inkişafına, formalaşmasına kömək eləməkdən ibarət. Çox təəssüf ki, klassik ədəbiyyatımızda, aşıq ədəbiyyatında yaranan bu gözəl ənənə bu gün biraz başqa səpkidə. Yəni, xalqın o zövqünə uyğun gəlməyən, mentalitetimizə yaraşmayan, mənəvi əxlaqi dəyərlərimizdən kənara çəkilən bir səpkidə təqdim olunur. Belə olmaz. Biz hamılıqla, təkcə oxucular yox, qələm adamları da buna qarşı mübarizə aparmalıyıq. Onlar hamısı, belə demək mümkünsə, o kassa ədəbiyyatıdır, yəni boz ədəbiyyatdır. Bunlar cib xatirinə yaranan ədəbiyyatdır, pul xatirinə, gəlir xatirinə yaranan ədəbiyyatdır. Çox təəssüf ki, belə ədəbiyyatın dalınca gedənlər də var. Və çox təəssüf ki, bəzən bizim efirlərdə də bu cür ədəbiyyat nümunələrinə yer verirlər. Fikir versiniz seriallara, nə qədər yaramayan bizim əxlaqi dəyərlərimiz, mənəvi əxlaqi dəyərlərimizlə daban-dabana zidd olan filmlər gedir. Türkiyənin baş naziri belə filmlərdən birinə qarşı bu günlərdə etiraz edir. Eşitdiniz? Bəli, əlbəttə. Biz də belə olmalıyıq. Biz də bu mövqedə dayanmalıyıq. Söhbət Azərbaycan xalqının milli, mənəvi, əxlaqi dəyərlərin yaşamasından, inkişafından gedirsə də, biz də vulqar ədəbiyyatına qarşı, o xalqın zövqünü korlayan, xalqın əxlaqi tərbiyəsinə mənfi təsir göstərən ədəbiyyat elementlərinə, dırnaq sərsə ədəbiyyat elementlərinə qarşı hamılıqla mübarizə aparmalıyıq. Əlbəttə, yəni bir çox gəlir mənbəyə kimi istifadə edilən, məsələn, siz orada bir filmin adını çəkdiniz, bu yaxınlarda Türkiyənin baş nazirinin hər hansı bir filmlərdən birini tənqid etməsi. Çünki bu məhz həmin ölkənin tarixini çox gözəl şəkildə göstərilməsi, təqdim olunması lazım olan səhnələr var idi ki, amma əslində bunun tamam başqa bir arxada məqsədlərin olduğu göstərilirdi ki, elə bu da məhz həmin film tərəfindən etiraf olundu ki, əslində sadəcə olaraq bu gəlir mənbəyə kimi istifadə olunur və reyting xatirinə bu kimi filmlər təqdim olunur.
Yəni, bugünkü gündə də nəinki elə filmlərdə, elə ədəbiyyatımızda da bu hal artıq özünü göstərir. Elə hər əlinə qələm alanı əlbəttə ki, şair adlandırmaq olmaz. Məhz müxtəlif şəkildə, yəni haradasa kitabların kütləvi şəkildə satışını görürsən. Bu da əlbəttə ki, bir nömrəli şəkildə gəlir bizim ədəbiyyatımıza mənfi təsir göstərir. Səxavət bəy, sizin fikirlərinizi öyrənmək istəyirik. Sizcə bugünkü ədəbiyyat 21-ci əsr ədəbiyyatını vulqar ədəbiyyat yoxsa mədəni ədəbiyyatla adlandırmaq olar? Buyurun. Bu mövzu çox gözəl mövzudur. Mən bir-iki dəfə də bu bəzi şeirlərə görə tənqid atəşinə tutulmuşdum. Yazdıqlarınıza görə? Mədəni ədəbiyyatdır. Yəni, bax, bir şeir istat gətireyim, bir xanıma yazmışam. Facebook kimi şəbəkədə məni tənqid edirlər. Mənim də öz suallarım oldu. Məsələn, şairə xanıma yazmışam ki, Jalə, bu ya kaş qonağım olasan. Apara göy-gölə yol şirin-şirin. Bizi qarşılaya ana təbiyyətdə olana boynuna qol şirin-şirin. Tellərinə sığal çəkəm düzünə, gileyli gözümü tikəm gözünə, hər iki əlimi qoyam üzünə, əməm yanağına bal şirin-şirin. Sənin odun da mən, ocağın da mən, sənin igidin də, qoçağın da mən, sakitcə uzaram qucağın da mən, deyəm ki, canımı al şirin-şirin. Bu şeirə görə məni çox tənqid edirlər, amma mənim də cavabım belə oldu ki, Əzaflı Mikail, bizim ustad aşığımız, yazır ki, əməm ləblərini bal vədəsində. Ondan sonra Bəhmən vətəni olur, ya bədəni bu yaza ver, ya Bəhməni yudaza ver, bircə dəfə icazə verir mi sənin ocağında? Elə biləm bizim müəllimimiz də razılaşır. Yəni biz də görə-görə gəlirik. Görə-görə gəlirik, yazırıq. Yəni mən əlavə eləməsin. Buyurun, buyurun. Vaxtilə İlyas Əfəndiyev Körpü Salanlar adında məşhur bir roman yazmışdı. Orada müəyyən güya açıq-saçıq elementlər vardı. Bütün ədəbi ictimaiyyəti yazıq kişinin üstə qaldı. Yazıçının üstə qaldırdılar ki, güya bu bizim nə bilim mən dəyərlərimizdən, əxlaqi kodeksdən kənara çıxıbdır. Əslində orada elə bir ciddi şey yox idi. Yəni insanların tərbiyəsinə mənfi təsir göstərən elə bir şey yox idi. Amma ədəbi ictimaiyyət qalxdı, mətbuatda öz sözlərini dedilər. Çox təəssüf ki, o vaxt səsini qaldıran o ədəbiyyat xiridarları bu gün boz ədəbiyyata qarşı heç bir reaksiya vermirlər, susurlar. Niyə? Nə maraqları var ki, bunlar susurlar? Bu gün daha ciddi olmaq lazımdır, daha qətiyyətli mövqe tutmaq lazımdır. Düzdür, senzura ləğv olunub. Senzuradan çox vaxt belə şeylər keçmirdi. Senzura ləğv olunub. Amma insanın bir vicdan senzurası da olmalıdır. Yazıçının bir vicdan senzurası da olmalıdır. Belə elementlərə qarşı, belə ünsürlərə qarşı biz qətiyyətli mövqe tutmalıyıq. Düzdür, senzura yoxdur. Heç olmasa bir bədii şura mı, hansı tipli səbəq belə bir şey olmalıdır ki, bunlar fəaliyyət göstərsin və xalqın o əxlaqi dəyərlərindən kənara çıxan ədəbiyyatın intişar tapmasına, yayılmasına, çapına mane olsunlar. Çox düzdür ki, yəni indiki zaman elədir ki, nəşriyyatlarda qadağa yoxdur. Mən yenə senzura tərəfdar deyiləm, amma nə ilənsə bunun qarşısı alınmalıdır. Yoxsa bu axına çevrilir, hərəkata çevrilir. Gənclərin yeniyetmələrin zövqünü koruyur, əxlaq tərbiyəsinə mənfi təsir göstərir. Biz hamılıqla buna qarşı mübarizə aparmalıyıq. Amma heç də biz narahat olmayaq ki, bizim ədəbiyyatımızın bugün istiqamətini bu müəyyənləşir. Qətiyyən, bizim ədəbiyyatımız çox bugün düzgün istiqamətdə gedir. Yolu, onun magistral xətti çox düzgündür. Yəni, bizim bugün ideoloji xəttimiz var. Ağıllı, ölçülüb biçilmiş, bizim dövlət rəhbəri tərəfindən ölçülüb biçilmiş düzgün ideoloji taktikamız var, strategiyamız var və hamılıqca bunun arxasınca gedirik. Lakin bizim bu ideoloji xəttə əngəl törədən insanlar da var ki, biz hamılıqla ona qarşı mübarizə aparmalıyıq. Bu bizim borcumuzdur, vətəndaş borcumuzdur. Biz əgər dövlətçiliyimizi, dövlətimizi müdafiə eləyiriksə, biz əgər Avropaya, dünya ölkələrinə inteqrasiya edirsə, öz əxlaqımızdan, öz əxlaq tərbiyə kodekslərimizdən çıxmalıyıq ora biz. Belə yaramaz şeylərlə yox. Ümumiyyətlə, bilirsiniz, Səxavət, mən bir məsələyə toxunmaq istəyirəm. Ümumiyyətlə, biz bilirik ki, əvvəllər, yəni bunu daha çox izləyən tamaşaçılarımız bilirlər ki, hansısa bir kinoteatrlara gedən zaman, film izlənilən zaman, xoşagəlməz səhnələr olan zaman artıq həmin tamaşaçı hövsələdən çıxır və durub, yəni kino ziyanını artıq tərk edir. Bugünkü gündə bizim ədəbiyyatımızda biz özümüz axı bəzən gənclərə tənqid atəşinə tuturuq ki, bugün mütaliə edən yoxdur, bugün oxuyan yoxdur. Tutaq ki, kimsə qərar verir, mütaliə eləməyə başlar və gedir hansısa bir yazarın, hansısa bir yazıçının kitabını götürür və həmin orada ağlasılmaz səhnələri oxuyan zaman əlbəttə ki, artıq nələr baş verəcək, bunu yəqin həmin oxuyan özü və tamaşaçılarımız da çox yaxşı bilirlər. Bugünkü gündə sanki bir şou ədəbiyyatı dövrü başlayır, bunu etiraf etmək lazımdır. Axı ədəbiyyat, mən bir daha vurğulayam ki, estetika, mədəniyyət göstərisidir. Bizə lazımdırmı bu ümumiyyətlə bugünkü gündə? Yox, gözəl şairlərimiz də var, yazarlarımız da var. Biz bugün, üzr istəyirəm, Səxavət müəllim, var. Bugünkü gündə var. Sadəcə olaraq biz çatışmazlıqları müzakirəyə çıxarırıq ki, bu kimi çatışmazlıqlar sıradan çıxsınlar. Onun haqda bir şeir vurğulayım. Qardaş
ölkə Türkiyə Respublikası bizim düşmənlərimizə qapı açmaq niyyətində olan vaxt yazmışam. Bu məşhur şeirdir, dillər əzbərdir. Ürəyi dəhşət ilə dolu Azərbaycanın, uçuruma dönərdi yolu Azərbaycanın. İnanın ki, sınardı qolu Azərbaycanın, gəl açma düşmənlərə yolu Türkün bayrağı. Gözümüzdən düşməsin ulu Türkün bayrağı. O qapını yadlara açana haram olsun. İstəmirəm köksümdə bu dəbir yaram olsun. Liyə daşan səbrimiz çəkilsin tarım olsun, atın xəyalinizdən bu millətə qıymağı. Gözümüzdən düşməsin ulu Türkün bayrağı. Körpələrin günahsız ölümündən ayıbdır. Anaların al-qara geyimindən ayıbdır. Bir millət, iki devlət deyimindən ayıbdır. Yağdırma başımıza dolu Türkün bayrağı. Gözümüzdən düşməsin ulu Türkün bayrağı. Həqiqət tapdanmasın, qoy başda başa dönsün. Yalan olsun bu xəbər, sevincim yaşa dönsün. Səxavət qorxma de ki, inanan daşa dönsün. Çəkərmi bu işlərə qolu Türkün bayrağı? Yağlara yenilməz ulu Türkün bayrağı. Amma indiki gənclərimiz belə şeylərdən yan ötür. Bəzi başqa mövzuları oxuyur. Yəni bu belə şeyləri əzbərləməyi də görsək, sanki çətinlik çəkirlər. Belə şeylər də. Amma o açıq-saçılıqla bərabər indi üzr istəyirəm, görürsən bəzilərin geyimində müəyyən xoşa gəlməz belə ünsürlər var da, bəzi gənclərin geyimində. Bax bunu açıq-saçılıq var. Amma başdan ayağa çadıraya bürünmək də elə yaxşı deyil axı. O da bir qüsurdur. Bu bir qüsur olduğu kimi o da qüsurdur. Axı bizim öz geyimimiz var. Azərbaycan xalqının öz etnoqrafik qədim mədəniyyəti var. Bunu qoruyub saxlamaq lazımdır. Açıq-saçıq geyinmək qüsuru olduğu kimi başdan ayağa qara geyinib. Bizə gözləri görsən adamlar var. Başdan ayağa bu cür geyinmək də o qədər yaxşı deyil. Bu xalqın hansı zövqün inkişafına kömək edə bilər? Bu cür geyim. Biz elə əslində buna qarşı da biraz qətiyyətli olmalıyıq. Mən istəyərdim ki, Aşıq Duman, sizi eşidək. Neçə vaxtdır biz sizi görmürük ümumiyyətlə efirlərimizdə, müsabiqədən sonra. Mən sizə suallarımı ünvanlayacağım, amma reklamlarımızdan sonra. Belə, elimizin reklamlarını təqdim etdik, yenidən studiyamızdayıq. Bugün biz çox önəmli bir mövzu müzakirəyə çıxarmışıq. Bugün ədəbiyyatımızda vulqarizm, açıq-saçıqlıq və ciddilik məsələsi müzakirə edirik. Hələ ki, qonaqlarımızın ikisini danışdırmışıq. Mən istəyərəm ki, digər qonaqlarımıza da söz verək, onları da eşidək. Mən reklamlara keçid almamışdan əvvəl Aşıq Dumana öz ümumiyyətlə sualımı, fikirlərimi söylədim. Mikrofon zəhmət olmasa götürək. Ümumiyyətlə bilirik ki, aşıq eşq deməkdir. Gərək aşığın qəlbində eşq ola, sevgisi ola ki, o da öz baxışları ilə, öz sözləri ilə o qarşısındakı insana nələrsə çatdıra bilsin. Amma bəzən olur ki, burada düzdür, müəllim sahib mənim vurğuladı, yəni müəyyən aşıq sənəti ilə bağlı təbii ki, bir çox məsələlərə toxundu. Amma bugünkü gündə bu kimi hadisələrə üstəlik aşıqların söylediyi hansısa bir, yəni biz nələrdəsə təbii ki, bunlara da rast gəlinir. Yəqin ki, sizin də repertuarınızda seçəndə hansısa bir ümumiyyətlə bayatını mı, neysə seçiləndə bu kimi ümumiyyətlə sözlərə, ifadələrə yer verilirmi sizin repertuarınızda? Bu qədər açıq-saçıq yox. Amma sözsüz ki, Qurbanidən bəri, Tufarqan Abbasdan bəri, Ələskərdən bəri gözəl şeiriyyatlar var, gözəl qoşmalar var. Orada bu açıq-saçıqlığı hamı məhəbbətinə bağlayıbdır. Yox, onları oxuyanda artıq sevmək istəmirsən. Amma Qurbani yazır ki, məsələn, Qurbaniyə mərməmişəm, yar qəsrinə girməmişəm. Belə cəllat görməmişəm, alır canımı gülə-gülə. Bunun ən açıq-saçıqlıq şeiri budur. İndiki müəlliflərin də çoxun qınamaq olmaz. İndi düzdür, bu şeir yazılır ki, oxunmaqdan ötürü. Bu şair əziyyət çəkir. Görürsən ki, yaxşı söz yazanın kitabını qoyurlar, arxada qalır. O hansı ki, elə açıq-saçıq elə şeylər yazırlar, tez onu götürüb bir mahnı bəstələyib, oxuyurlar ki, o cəmaat bu yolla getsin. Bu lazımdır ki, elə o hikmətli sözü yazanın sözünə mahnı bəstələmək. Yoxsa qoy işığı söndürüm, ya gecə gəl, ya günüz gəl. Bunun faydasız işlərdir. İntihası gənclər də nəyi təbliğ eləyərsən, uşaq onun dalı ilə gedər. Uşaq da gözün açır, onu görür, onun arxası ilə gedir. Tufarqan Abbasın bir sözü var, məsələn, gecə gündüz qan ağlaram, mənim kah zarınandı. Mən yarı bivəfa gördüm, qol boyun əğyarınandı. Geyin sallam bizə gəlin, ağ üzündə siyah telin, bülbül çox istəyir gülün, amma gülün meyli xarınandı. Boynuma salmısan bağı, sinəmə çəkmisən dağı, Abbasın şəfa tapbağı qoynundakı narınandı.
ən açıq-saçıq şeiri budur. Bunu da ustadlar oxuyanda, məclisdə zadda bir qız gəlin görəndə, daha doğrusu abırın həyəsini gizləməkdən ötürü heç o axır bəndini oxumayıb. Amma indiki şairlərdə sağ olsun, eşq-i məhəbbətdən nətər yazırsa, o eşq-i məhəbbət tam bir həftəlikdir, ondan sonra getmir. Mən bəyənmirəm şəxsən o açıq-saçıq ki, yazanlar var və ona mahnı bəstələyib oxuyanlar var. Onlar mənlik deyil, mən elə işi qəbul eləmirəm. Əlbəttə. Mən istəyirəm ki, digər şairimizi eşidək. Yəni, burada bizim müəyyən müzakirələrimiz gedir. Yəqin onun da deyəcəkləri var və təbii ki, repertuarının hansısa bir mövzuda yazıları, şeirləri və yaxud da ki, nəsr əsərləri yazsınız ümumiyyətlə, Rafael bəy? Yoxsa yalnız siz nəzmlə kifayətlənirsiniz, şeirlə? Şeirlərinizdə bu kimi mövzulara üstünlük verirsinizmi? Yoxsa elə siz özünüz də tənqid atəşinə tutursunuz məhz bu mövzunu seçən gəncləri? Buyurun. Çox sağ olun. Eşidirik biz sizi, buyurun. Çox sağ olun. Mən də tamaşaçıları salamlayıram, sizləri salamlayıram. Mən Sahib müəllim çox gözəl danışır, Səxavət qardaşımız. Mən belə bir söz demək istəyirəm də. Belə bir şeir var, mən özüm yazdım bir şeir ki, şair doğulanda söz meydanında nə qədər istəsən yol verir Allah. Göz açıb dünyaya gəldiyi gündə sevgi məhəbbətin bol verir Allah. Tərif etmək üçün ana vətəni, laləni, nərgizi, yaşıl çəməni, palıdı, qovağı, sərvi, cökəni, onun da yanında kol verir Allah. Gözəl yaradanda yaradır özü, baxanda qamaşır adamın gözü. Yanağın al edir, qar kimi üzü, üstə də bir qara xal verir Allah. Rəfail də quldu onun adına, yaradanı özü çatardı adına. Xəlq edəndə o bəşər övladına, ağıl, kamal, dövlət, mal verir Allah. Mən nə demək istəyirəm? Bizə Allahımız yaradanda bizləri hər şeyin gözəl verib bizə. Gözəl bəxş eləyib. Ancaq onun o çılpaqlığını da, çirkinliklərini də biz insanlar eləyirik. Mən istərdim ki, elə şairlərimizdə bütün insanlar, hər biri o həyatın gözəlliyini çirkaba doğru aparmasın, gözəlliyə doğru aparsın. Sağ olun. Sağ olun. Təşəkkürümü bildirirəm. İstəyərdim ki, Aşıq Qoşqar sizi eşidək. Çox sağ olun bizi bura dəvət elədiyinizə görə minnətdarıq sizə. Aşıqların sözü elə birdir, mən də ustamla razılaşıram. Onun dediyinə qüvvət verirəm. Şəhirdisiniz siz Aşıq Tuvanın. Aha. Sağ olun. Aha. Mən istəyərdim və Balaban ifadəsində yəqin deyəcəkləri var. Çünki sizə və tamaşaçılarımızın deyirəm sabahı xeyir olsun. Sabahınız Burada xeyir. ustad aşıqlarımızı, şagird aşıqlarımızı, şairlərimizi düz dedi. Mən də yəni bir Balaban ifadəsi kimi, bir zurna ifadəsi kimi məsələn həmişə toylarda oluruq. Yəni müvəqqəti olaraq məhərrəmizdir, yəni bura dincəllik. Toylara birdən gedirsən, bir də görürsən ki, cavanlar deyir ki, bir zurnada can-cana çal. Ya bir ayrı mahnı, təzə mahnı çal. O da bilsən mümkün deyil. Cavan da, deyirəm ay bala oyna. Həmin başına ağdən düşən də, həmin bu qara zurnanın heyva gülünə möhtac qalırsınız. Yəni deyirəm ki, Azərbaycan xalqından, elimizdən, obamızdan arzu edirəm ki, keçmişini unutmasın. Əsas kökdür. Ənənəmizi itirməyək. Mikrofon zəhmət olmasa götürün, o sizdə qalsın mən. Mən belə məqamda istəyirəm ki, hörmətli tamaşaçılarımız, əgər studiyamıza biz aşıq dəvət etmişiksə, saz və söz sahiblərini dəvət etmişiksə, studiyamızda saz varsa, nəyə də görə belə söhbətimizin bax elə bu yerində biz aşığa söz verməyək ki, o öz ifasını tamaşaçılarımız üçün etsin. Neçə vaxtdır ki, tamaşaçılarımız bəlkə də özləyirlər siz Aşıq Duman. Yəni ki, mənlə siz də razı olarsınız. Çox sağ olun, doğrudur, elədir. Aha. Və yəqin ki, sizə bu dəfə də yenə də Balaban ifadəsi müşahidə edəcək. Yoxsa tək ifa edəcəksiniz? Yox, edəcək. Bunun üçün də mən istəyərdim ki, çox vaxtımızı aparmayaq. Təbii ki, müzakirələrimiz yenə də olacaq. Hələ mənim birinci sualım idi. Bayaqdan ünvanlayırdım qonaqlarıma. Amma ifa eşitmək istəyirik sizdən. Buyurun, söz sizdədir.
Haladılar, haladılar, alovlara çattılar. Gözüm kimi sakladığım illerine Xoşbəxtlikdən bulaq kimi durulub, tər kimi çağladığım illərinə canım oy oy, babam oy oy, gülüm oy oy. Qocalmışam, ağlım şumu yorulub, ürəyimin şah damarı qırılıb, canım aman oy oy. Kim qaytarar bir gözələ vurulub, kim qaytarar bir gözələ vurulub, əhdi peyman bağladığım illərini aman oy oy oy, canım oy oy oy. Teh koymayın, sücayeti yoklayın. Hayatımı sözlerimden koklayın, oy 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 oy, aman oy oy oy. Keçen keçib bari yadda saxlayın. Vətən deyib ağladığım illəri aman oy oy oy, canım oy oy oy. Ötəri bir həvəs bilmə eşqini, ötəri bir həvəs bilmə eşqini, bənzətmə vədəsiz qonağa məni, yar məni. Bənzətmə vədəsiz qonağa məni, yar məni. Yar məni, sən məni, yar məni, sən məni. Yanan ışık saçır qara gözləri, yanan ışık saçır qara gözləri. Bağlayıb o qaymaq dodağa məni, yar məni. Bağlayıb o qaymaq dodağa məni, yar məni. Yar məni, yar məni. Bənövşə qoxuyur canım buxağı, bənövşə qoxuyur canım buxağı. Lalə qönçəsidir sanki yanağın, 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 yanağın. Şərbət çeşməsidir dilin
dodağı, şərbət çeşməsidir dilin dodağı. Sən həsrət qoymusan bulağa məni, yar məni. Sən həsrət qoymusan bulağa məni, yar məni. Yar məni, yar məni, sən məni, yar məni. Hər kəlməndən gəlir cənnət avazı, hər kəlməndən gəlir cənnət avazı. Yıxdı məhiyyət dili eşqin havası, havası. Yıxdı məhiyyət dili eşqin havası, havası. Ay bizim ellərin nazlı sonası, ay bizim ellərin nazlı sonası. Niyə tuş eylədin qınağa məni, yar məni, yar məni, yar məni, yar məni, yar məni, yar məni, sən məni. Ay bizim ellərin, ay bizim ellərin nazlı sonası. Niyə tuş eylədin qınağa məni, yarım oy oy oy, yaman oy oy. Təşəkkürümü bildirirəm, çox sağ olun Aşıq Duman, həm də təbii ki, Balaban ifadəsinə təşəkkürümü bildirirəm. Minnətdarıq, yəqin ki, məhz bu havanı sevərlər, bəyəndilər və razı qaldılar sizin ifanızdan. Təşəkkürlər. Mən bir daha xatırlatmaq istəyirəm ki, biz bugün ədəbiyyatımızda açıq-saçıqlıq, vulqarizm və ya ciddilik məsələsini müzakirəyə çıxarmışıq qonaqlarımızla birlikdə və mən təbii ki, digər suallarımı istəyirəm artıq qonaqlarımıza ünvanlayım. Bunun üçün də mən istəyirəm Sahib müəllim eşidək. Sahib müəllim, daha çox bizim ədəbiyyatımızda baxırsan ki, nəsillər arasında qarşıdurma da özünü göstərir. Adətən yaşlı nəsil gənc nəsil tənqid atəşinə tutur, təbii ki, yazı yazmaqda müəyyən məsələlərə toxunulur ki, elə bizim bugünkü mövzumuz da həmin tənqidin sırasında gedir bəzən. Sizcə bunu necə qiymətləndirmək olar, bunu necə adlandırmaq olar? Həqiqətən də bugünkü yaranmaqda olan yeni nəsil, keçmiş nəsili layiqincə davam etdirə bilmir, yoxsa sadəcə olaraq bu bir qısqancılıqdır, bunu siz necə qiymətləndirərdiniz? Söhbət yəqin ki, ədəbiyyatdan gedir. Əlbəttə ki, ədəbiyyatdan gedir. Bəli, çox təəssüf ki, bugün çox adınacaqlı gənclər arasında, hamısını yox, bəzi gənclər arasında çox adınacaqlı bir tendensiya yaranıbdır. Onlar radikal, nihilist bir mövqe tutublar. Klassik ədəbiyyatı, onlardan əvvəl yaranan ədəbiyyatını, sələf ədəbiyyatını inkar eləmək mövqe tutublar. Bu doğru deyil. Belə olmaz. Yəni, binanın himi olmadan, binanın özülü olmadan, binanın üstünü tikməyə qaldırmaq mümkün deyil. Bu ədəbiyyat boş yerdən, yox yerdən yaranmayıbdır. Bunun böyük yaradıcıları var. Azərbaycan milli bədii düşüncəsinin nəhəng simvolları var ki, onlar bizə böyük xəzinə qoyub gediblər. Biz onları nə cür inkar edə bilərik? Onlar bizim mənəvi etiketlərimizdir. Onlar bizim ədəbiyyatımızın simvollarıdır. Bu günləri mən oxuram mətbuatda, görsən cavanlar, məsələn, Səməd Turunu inkar edirlər, Süleyman Rüstəmi, başqa onun müasirlərini inkar edirlər. Özləri heç bir arqument gətirmədən, sadəcə olaraq deyirlər ki, bunlar sosializm ideologiyasına xidmət edir. Nə olsun ki? O dövr yaşanmalıydı, biz yaşamışıq o dövrü. O xalqın tarixində qara səhifədə, yəni hər nədirsə də bu xalqın artıq həyatına, tərcümə halına daxil olub, yaşanıbdır. Onu yaşayanlardan biri də bizim şairlərimiz olub, Səməd Turun olub, filan olub, başqaları olubdur. İndi o dövrdə yaşadığına görə, o ideologiyaya bu və ya digər dərəcədə xidmət elədiyinə görə biz Səməd Turunu itham eləməliyik. Axı Səməd Turun bu Azərbaycan ədəbiyyatının, Azərbaycan milli bədii düşüncəsinin inkişafına daha çox xidmət göstəribdir. Azərbaycan ədəbi dilinin formalaşmasında, bizim ədəbi dilimizin formalaşmasında, Azərbaycan xalqının ədəbi zövqünün formalaşmasında Səməd Turun müstəsna xidməti var. Azərbaycan dramaturgiyası, mənzum dramaturgiyasının, Azərbaycanda poema janrının
deyək ki, başqa janrların inkişafında Səmətunun və eləcə də başqa müasirlərinin 20-ci əsr bizim Azərbaycan şairlərinin, yazıçılarının çox böyük xidməti olubdur. Çox təəssüf ki, onlara qarşı çıxırlar. Heç bir arqument gətirmədən, heç bir əsas gətirmədən, bunlar bizim o bəzi cavan şairlər, dırnaq içərisi modernistlər onları tənqid edirlər. Əslində onları tənqid eləmək lazım deyil. Onların yaxşı cəhətlərini götürüb, onlardan öyrənmək lazımdır. Biz bu yolla getsək, o cavanlar bu yolla getsək, ədəbiyyata daha çox fayda verirlər. Nəinki nihilist mövqe tutmaqla, inkarçılıq mövqeyi tutmaqla. Vaxtilə Sovet hökuməti qurulanda bir prolet kultçular deyilən bir cərəyan var idi. Onların belə bir xəstə təxəyyülü var idi ki, Nikolaydan nə qalıbsa hamısını vurub tutmaq lazımdır. Sonra hökumətin başında oturanlar dedilər ki, bunlar niyə tuturdursunuz? Bunlar da sərvətdir, bunlara pul xərclənibdir, bunlar bizə lazım olacaq. Ondan sonra bunlar fikrini dəyişdilər. İndi bu günlər bunlar, o bəzi nihilist cavanlar, köhnədən nə varsa hamısını deyir, vuraq, uçuraq, bir təzə bir ədəbiyyat yaradaq. Bu mümkün deyil, belə bir şey yaranmaz. Bu xəstə təxəyyülün məhsuludur. Səmətununu əvvəllər necə sevmişsə, biz həmən sevgi ilə Səmətuna yanaşmalıyıq, Süleyman Rüstəmə, başqalarına yanaşmalıyıq və onları təbliğ eləməkdən çəkinməməliyik. Və onlara layiq olduqları, ədəbiyyatda tutduqları mövqeyə uyğun qiyməti verməkdə davam eləməliyik. Allah onların ruhunu şad eləsin, cavanlara da insaf versinlər, biraz kənara çəkilsinlər, biraz obyektiv, biraz rasional şuurla yanaş, ağıllı şuurla, məntiqlə yanaşmaq lazımdır. İnkarçılıq mövqe tutmaq lazım deyil. Səxavət bəy, daha çox yazılarınız nədə tənqid olunur sizin? Bir neçə şeiri məhəbbət mövzusunda tənqid olunmuşdu. Onlar da yəni biz də görə-görə gəlirik. Məsələn, siz şeir yaza bilirsiniz özünüz, yoxsa? Yazanda yazıram, bəli. Məsələn, sizə qarşı bir şeir deyim. Heç də şeir yazma, ay Ayşən xanım. Dilinin söhbəti, sözü şeirdir. Dastana bənzər şirin ülfətin, gözəl gözlərinin özü şeir. Əksi sinəngdədir bağlar barının. Mizrabı səndədir könül tarının. Gözəl can gəzdirən ayaqlarının yersə qar üstə, izi şeirdir. Məhəbbət görərsən ocaq daşında. Xilqətin varlığı var yaddaşında. Vallah kəsilsə şənin qabulaq başında. Qibləyə dayanan quzu şeirdir. Səxavət bu qəftə görmüsən kimi, odur gözəlliyin haqqı hakimi. Kaş mən də daydım bir şair kimi, əlinin çörəyi duzu şeirdir. Bunu düzgün deyək ki, bu şeiri məşhur şair Afaq Şıxlıya yazmışam, elə sizə də burada deyim. Hani bədəhətən deyil. Amma bu şeiri bir neçə şeirlərim olur. Amma mən də üstad gətirəmi görmüşük də, görə-görə. Facebook şəbəkədə mən çox oluram. Yəni, onunla biz əvvəllər şairlərdən görə-görə gəlir, Ağsaqqalımız da çox gözəl danışdı. İndi bayaqki mövzuya qayıdım. Yəni, bu indiki zamanada ədəbiyyata bir o qədər, ölkədə də, bax, görürsən, idman nə qədər rəli çəkirlər, amma ədəbiyyata baxmırlar, öz aram düzgün. Ədəbiyyat hissi elə bil Azərbaycanda yoxdur. Ədəbiyyatçıları da, bu gəş yazarları da rəli çəkməsini, o keçmiş şairələrdə elə yəni olmur. Tam belə yanaşmaq da olmaz. Görürsən, idman Azərbaycanda nə qədər rəli gedir. Tam belə yanaşmaq da olmaz. Amma ədəbiyyata baxmırlar. Tam belə yanaşmaq da olmaz. Böyük əsərlər bugün işıq üzü görür. Çox nəhəng əsərlər işığı gözləyir. Bugün də yazıçılarla tez-tez görüşür. Azərbaycan yazıçılarının, qələm adamlarının həyat şəraitinin inkişafına əlaqədar 2007-ci ildə mart ayının 13-də prezident xüsusi fərman imzaladı. Onların qayğısına qalır. İndi yəni hər şey biz təxəyyülümüzdə uydurduğumuz kimi görə bilmərik. Bu biraz çətindir. Buna vaxt lazımdır, buna zaman lazımdır. Tədricən hər şey düzələcək, hər şey qaydaya düşəcəkdir. Bu günləri... Mikrofona zəhmət olmasa. Buyurun. O zamanlar bir şairin kitabı çıxmaqdan ötürü 5-6 il, bəlkə də 10 il gözləyirdi. Bəli. Amma bugün yazarlar yaxşı yazanda pis yazır. Yaxşı yazan biraz gec doldurur kitabın səhifələrini, amma elə ağlına gələni yazır bir həftəyə doldurur, ikinci həftə kitabı çıxır. Və bundan azad dövr ola bilməz. İndi şairlər yazır, gənclər də, gənc şairlərin, sənin neçə yaşın var Səxavət? 27. 27 yaşında o dövrdə heç bir şairin kitabı çıxmamışdı. Yəni, bugünkü zaman, bugünkü dövr, bugünkü cəmiyyətə baxışda mən şəxsən öz yaşımdan bərini danışa bilərəm ki, 27 yaşında təsadüf şairlərin kitabı çıxardı da, təsadüf. Amma bu günləri görürsən, yaşda nə qədər 27 yaşlı şairlər var, kitabı çıxıb, bəlkə də 2-3 çıxıb.
Amma əsas kitab deyil. O kitabın kitabın içinə içinə gərək yaxşı yazı yazmaq lazımdır. Səxavətin özünün bugün bu efrat çıxması, özü qayğı deyil. Bəli. Hə. Onun Bu günləri sən televiziyada çıxış eləməyin özü böyük bir qayğıdır. Biz o Mingəçevirdə yaşayır da. Bəli. Orada onun həyat şəraiti yəqin ki normaldır da. Bəli, Özü qayğıdır. İnşallah siz Kəlbəcərdənsiniz. İnşallah cənab prezidentin apardığı ağlı siyasət nəticəsində torpaqlarımız alınacaq. İnşallah. Siz qayıdacaqsınız torpaqlara və Bəli. orada öz yaradıcılığınızı bundan da yaxşı səviyyədə davam elətdirəcəksiniz. Çox belə bir görüş keçirəcək inşallah. Mən Müəllim, buna inanıram. üzr istəyirəm. Yəni mənim bugünkü o mövzudan uzaqlaşmamaq üçün deyirəm, şairlər də, yazıçılar da yaxşı yazmalıdılar da, abırlı, həyalı. Həyasız yazmamalıdılar ki, həyasız da mahnılara qoşulsun, bəstələnsin o pis sözlər. Gənclərin tərbiyəsini pozmasınlar. Siz söylədiniz ki, o dövrlərdə, keçmiş dövrlərdə, yəni nadir hallarda 27 yaşında yazarlara, şairlərə rast gəlinirdi. Amma bugünkü gündə buyurun, fikirləriniz davam edin. Mikrofon sizindir. O Mikail Müşfiqdir da, Mikail Müşfiq ham olası. İndi Mikail Müşfiq var. İndi Mikail Müşfiq var mı? Yaranan var, elə bir Mikail Müşfiq var mı? Mən bir söz deyim də əzizim. Bilirsən nə tərdir? Biz adətən öyrənmişik ki, bir-birimizi tənqid eləyək. Tənqid gözəl şeydir. Amma elə şey var ki, onu istəsək də deyirik, istəməsək də. Niyə? Bugün mən demirəm ki, Mikail Müşfiq səviyyədə cavan bir şairimiz var. Yox. Ancaq bugün Səxavət o şeir, niyə gözəl şeirlər də var. Mən də oxumuşam. Gələcəyə də daha gözəl gələr. Ümumiyyətlə də. Söhbət Səxavətdən getmədi. O qədər pul hesabına kitab çıxardanlar var. Başa düşürəm, mən başa Hər gün düşürəm. mənə bir kitab hədiyyə eləyirlər. Açıb için oxuyuram ki, orada mənlik iş yoxdur. Səxavətin şeirin kitabın başdan ayağa qoşmadır, təcinizdir, gəraylidir. Onu hansı havaya istəsəm oxuyaram. Mən bayaqlar. Amma şeiriyyat var ki, valla kitablar hədiyyə eləyirlər, onun içində mən uyğun bir şey tapıb oxuya bilmirəm. Bayaq Said müəllim ağsaqqaldır, böyükdür. Gözəl söz dedi. Bu köhnə deyir, ideologiya nədir, köhnə nə var uçurub döymək lazımdır. Ancaq elə şeylər var ki, doğrudan onu uçurub döymək lazımdır. Amma elə şeylər var ki, onu qoruyub saxlamaq lazımdır. Bayaq misal çəkdin Səməd Turundur, Nizamidir, Füzulidir, Nəsimidir, Sabirdir. Var da bir çox şairlərimiz var. Ya və yaxud bizim qalalar var. Bu şeyləri doğrudan da biz qoruyub saxlamalıyıq ki, bizdə bilirsən bəla odur ki, haradasa biz dünənimizə biraz belə ögey baxırıq. Dünənimizi yaşatmaq üçün, sabahımızı qurmaq üçün elə gərək dünənimizə nəzər salaq. Dünənimizi biz yaşadaq ki, sabahımız da olsun. Gözəl sabahlarımız olsun. Şairlər də var. İndi sağ olsunlar. Bugün dəvət edirlər, Səxavət qardaşımız gəlir. Mən də indi Səxavət deyib gəlmişəm bura. Bu efir həyəcanı biraz çoxdur. Mən yavaş-yavaş özümə gəlirəm. Doğrudan da çətin imiş. Mən elə zənn edirdim ki, bura asandır, ancaq doğrudan çətin imiş. Gəlin, mən onu istəyirəm ki, onu arzu edirəm ki, bir-birimizin nöqsanını deyək. Bu gözəldir, demək lazımdır nöqsanını. Ancaq bir-birimizi pisləməyək də, bir-birimizi, belə bir misal var. Son vaxtlar mən fikir vermişəm, elə bu kanalda da, müəyyən kanallara baxıram, bizim atalar sözlərinə başqa cür yönəldirlər ki, səhv tuturlar atalar sözündə. Olmaz axı. Bizdə indi o deyir ki, belə bir söz var, Said müəllim bilər yəqin ki, Duman. Deyir ki, ağıllı var, dəli deyə dəli eləyirlər. Dəli var ki, ağıllı deyə ağıllı eləyirlər. Gəlin biz o səhvimizi deyək, başa salaq, ancaq onu yaxşı tərəfə. Kim səhv tutur bizim atalar sözlərimizə, deyimlərimizə? Mən qulaq asmışam. Məsələn, belə çağırırlar. Qonaqlar. Burada oturan qonaqlardan, bəli, qonaqlar. Yox, sizlərdən yox, mən demirəm. Qonaqlar oturur burada. Mən baxıram ki, bizim atalar sözlərinə olmaz. Bizim atalar sözləri görün neçə illər yaşayıb, gəlib bu günə çatıb. Yenə də deyirəm, dünənimizə hörmətlə yanaşaq ki, sabahımızı quraq. Bəli. Əlbəttə. Üzr istəyirəm, deyir ki, keçmişinə daş atanı gələcək topaq da. Belə bir məsələ var. Bu prinsipi gərək həmişə yadda saxlayaq.
Biz burada yəni keçmiş dövrə nəzər saldıq. Hətta bizim Mikayıl Müşfiqin də adı çəkildi və siz özünüz də bunu bir çox insanlar, oxucular da bugün gündə vurğulayırlar ki, bugün Nizami Gəncəvi, Məhəmməd Füzuli və eləcə də Mikayıl Müşfiq səviyyəsində olan şairlərimiz, yazarlarımız yoxdur. Onda belə sual ortaya çıxır. Torpaq həmin torpaqdır, su həmin sudur. Azərbaycan torpağı ilə yenə yetişdirir. Bəs onda nəyə görə yazan da yenə yazır? Ədəbiyyatımızın təbii ki, yəni müəyyən bölmələri var ki, yenə eyni olaraq qalır. Hələ üstəlik indi daha asan olmalıdır ki, çünki ondan əvvəlki o şəxsiyyətlərə baxıb örnək götürmək var. Yəni indi daha yaxşı o formalaşmalıdır, indi daha da yaxşı olmalıdır. Bunun səbəbini siz nədə görürsünüz bu günə yetişməməyi? Mən ümumiyyətlə bu cür yanaşmanı düzgün hesab eləmirəm. Aha. Biraz, bəlkə mən də orasını düz demirəm. Dahi Nizami də deyirdi ki, mənlə şeir qutardı. Eləmi oldu. Nizamidən sonra kimlər yetişdi? Əlbəttə. Dahi Füzuli yetişdi. Dahi Füzuli yetişdi. Nəsimi kimlə hənk yetişdi? Aşıq Ələsgər kimlə, o birilər kimlə hənk. Yəni, heç kimlə ədəbiyyat qutarmır. Ədəbiyyat elə bir prosesdir ki, o ədəbi prosesdir. Əbədi bir prosesdir. Əbədi bir prosesdir. O davam edəcək. Nə qədər ki, xalq var, onun bədii düşüncəsi var. O böyük əsərlər yaradacaqdır. Heç kimdən ədəbiyyat qutarmır. İndi siz deyirsiniz ki, Müşfiqdən yaranmayacaq. Bu xalq Müşfiqi, Nəsimini, Nizamini yetiribsə, yetirəcək. Mikrofona zəhmət olmasa. Fakt olaraq ki, Said müəllim, bugün Müşfiqə bərabər hansısa bir şairi göstər. Müşfiqə bərabər. Əvvəl ədəbiyyatda belə bir müqayisə, ümumiyyətlə belə bir formula, belə bir fikir var ki, hər cür müqayisə yersizdir. Belə bir fikir var. Bu düzgün fikirdir. Şairlə müqayisə eləməzlər. Müşfiqə bərabərdir, ya bərabər deyil. Bunu tərizə qoymurlar, heç kimi tərizə qoymurlar. Bu söz birisiz nə yarandı? İstedadlar var, çox Duman güclü dedi istedadlar var. 27 yaşında, mən demirəm ki, bizim böyüklərimiz, axsaqqallarımız var, şairlərimiz var, sözsüz. Yəni deyir ki, 27 yaşında Səxavət ola bilər. Mən sözümü nəyə gətirmək istəyirəm? Yəni, Duman dedi, deyirəm ki, Müşfiq də gəldi gənc yaşlarında, nə boyda şair oldu, sevildi də. Bilmək olmaz ki, Səxavət də bəlkə onu kimi sevilə bilər. Bugün sevilir Səxavət. Bəli, sevilmir. Qardaşım, bax, siz Kəlbəcərisiniz də. Kəlbəcəri Vüsal Hicran var, 27-28 yaşı var. Qeyri-adi bir istedaddır. Qeyri-adi bir istedaddır. Onun demək olar ki, bir 10 cildini bugün buraxmaq mümkündür. Vəsait olsa, onun 10 cildini buraxmaq mümkündür və tam profesional şairdir. Tam peşəkar bir şairdir. Mən ədəbiyyat mütəxəssisi kimi deyirəm. Mütəxəssis kimi deyirəm ki, o yetkin bir şairdir. İndi siz müqayisə eləsin, mən də eybi yoxdur, müqayisə eləyim. Nə Müşfiqdən, nə o birisindən geri qalan şair deyil. Var, beyləri çoxdur. Gəlin biz ruhdan düşməyək. Bədbin olmayaq ki, hə, niyə bu batdı, bu qutardı, belə şey yoxdur. Var, bu xalq yetirəcək. Ondan da Müşfiqdən də böyük şairlər yetirəcək. Bu Azərbaycan xalqıdır. Bunun təfəkkürü böyükdür. Bu ilahiyə yaxın bir xalqdır. Yetirəcək bu. Müşfiqi də yetirəcək, Füzulini də yetirəcək. Onlardan da böyük şairlər yetirəcək. Biz demirik yetirməyəcək. Yetişsin, olsun. Yazdıqları, mən onu deyirmək istəyirəm ki, yəni elə yazsınlar ki, xalq, gənclər onu qavrasın, mənimsəsin. O söhbət açıq-saçıqlıqdan, gözəllərin açıq-saçıqlığından gedir ki, yazanlar hamı bu mövzuda yazır və gənclər də onu oxuyur. O mövzunu azaltsınlar, o həqiqi mövzuya. Gənclər müəyyən müddətdə internetdən aralansınlar, o bədii ədəbiyyatdan meyilləsinlər, oxusunlar, biraz canlarına cavab ver, oxusun, oxumurlar axı. Oxumurlar, daha çox şoya gedirlər, daha çox əyləncəyə gedirlər. Bunları buradan aralamaq lazımdır, bu da bir bəladır. Biraz ədəbiyyata yaxınlaşdırmaq lazımdır, hansı formadasa gəncləri, cavanları, müasir gəncləri ədəbiyyata yaxınlaşdırmaq lazımdır. Bu sizin də öhdənizə düşür. Bir aşıq kimi, sənətkar kimi sizin də öhdənizə düşür. Siz də yaxınlaşdırmalısınız. Onda görəcəklər ki, yaranır. Gözəl bir ədəbiyyat yaranır bugün. Bizim gənclər arasında gözəl ədəbiyyat yaranır. Bir vaxt dediyim, bu xəstə təxəyyülü cavanlar da var. Onlar da havasında düzələcək. O sabir deyirək, yağı yağ üstə. Çalxanlıqca, bulandıqca zaman nehrə kimi. Yağı yağ üstə çıxır, ayranlıq olur. Narahat olma, yağı yağ üstə çıxacaqdır. Biz də gecə gündüz oxuyuruq ki, demirəm oxuma, oxu savadlan, elmidə alim ol, həyatda insan. İşdə mübariz ol, evdə mehriban, təhsilin bitəndə qayıt kəndə gəl. Yəni, biz deyirik ki, kəndən, kökündən aralanma da, ay uşaq. Oxuduğumuz onsuz da Ələsgər də, Alı da, İman da, Bəhman da, Şəmşir də,
Hamı yazır ki, Tam ay bala, kökündən aralanma, gör baban geydiği çarıqdır, indi dufli geyirsən, amma o duflini dufli kimi geyin. Davanı kəsib qaloş oxşatma, şalvarın balağın gödəltmə, daraltma. Biz də bunu deyirik də, bu atalar fikirlərimiz üstə düşür, mən buna çox şadam. Çox sağ olun. Mən xanım bir söz demək istəyirəm. Mənim düzdür, Səxavət gəncdir. Duman da mənim əzimdir, Dumanla da mənim yoldaşlığım çox olub. Mən nəyi demək istəyirəm? Birdən olur da, mənim özüm yazdığım, indi bir halda ki gəldik bura söz demək, öz sözümüzdən demək, mənim yazdığım bir şeir var. Ki, hansı ki, başqa şeiri bəyək Səxavət də onu vurğuladı ki, başqa şeirlərə o qədər meyl eləmir. Ancaq mən bir şeiri görüm, dəqiq yadında olsam üçün deyəcəm ki, sevgi nədir? Duymayandan yar olmaz. Hər yetəndə qeyrət olmaz, ar olmaz. Heç bir yerdə elə şirin nar olmaz. Yar sinəsi bitirdiyi nar kimi. Zülm eyləyib gündə 100 yol etsən az, bir busədən sağalar can ağrımaz. Yanaqları nə gözəldir bəmbəyaz, güləndam necə ağdı qar kimi. Rəfa iləm yığdım dünya varını, görmədim çoxunun etibarını. Könlüm istər qoynundakı narını, baharda yetişən ilk nübar kimi. Təsəvvür edin bu şeiri, olaq bir belə də deyək ki, bir neçə adam otururuq, söhbət eləyir də. Görürsən ki, o şeir deyirlər ki, de. Maraq hardadsa, indi deyir, açıq-saçıqlıqdan söhbət gedir də. Maraq görsən hardasa, bəlkə də məhəbbətdən, sevgidən, nədən yaranır? Sözlər o tipli şeirlərə daha çox ehtiyac olur indiki zamanda. İndiki zamanda o tipli şeirlərə. Mən burada ümumiyyətlə bizim müzakirələrimiz gedir. Əlbəttə ki, bu bizim hər birimizin marağına səbəb olur. Amma yəni bir qədər bunun əvvəl daha çox Səxavət bəyin haqqında mən gördüm ki, müəyyən biz cavablar ünvanında, amma o nəsə susub sakit durmağı boyunda daha çox üstünlük verir. Yəni ki, nəsə əlavələriniz var və deyəcəkləriniz var. Mən burada diqqət yetirirəm. Siz nə isə demək istəyirsiniz, amma demirsiniz. Təbii ki, deyə bilərsiniz, yəni studiyamıza gəlmişsiniz və yəni razı və narazı qaldığınız məqamlar var. Elə bir şeir dediyim, müşahidə elə də bizi sazına. Şeir demək istəyirsiniz, ha, buyurun. Məhəbbət şeir deyim. Şair sözünü şeirlə desin. Sevgəsi. Deyir, təbiətlə qoşa görüb hüsnünü. Baxıb sənə şeir yazmaq istərəm. Yağış olub asimanın üzündən, yağıb sənə şeir yazmaq istərəm. Bu xəyaldır, nə yalandır, nə gerçək. Maral göldən, daşbulaqdan bir keçək. Əllərimlə hər qayadan bir çiçək, yığıb sənə şeir yazmaq istərəm. Lal meşələr gülüşündən hayalar, baxışından oşaq qartal qiyalar. Söz önündə çəpər olsa qayalar, yığıb sənə şeir yazmaq istərəm. Belə bir məhəbbət şeirdir. Siz, Rafael bəy düzgün deyir ki, mənim bir kitabımda bir şeir var, onu burada oxumayacağım ama. Oxunması deyil də, Səxavət bəy. Oxunasıdır. Amma deməli, mənim kitabımı alanlar, almayanlar bir dənə o şeirə görə, hamısı qapıya gəlir ki, orada falan bir şeir var. İmeyini bax, bir dənə şeirə görə. Amma mən bugündən orada oxumayacağım onu. Səbəbini bilmək istəyirəm, niyə oxumursunuz? Yox, oxumayacağım. Yəni, Rafael çox düzgün vurğulayır. O boyda kitabda deməli 160 dənə şeirin içində bir dənə o şeirə görə mənim kitabımın neçə nəfər aldı. Bu, cəmaatın belə mövzusu da. Duman o şeiri elə biləməzlərdən bilir. Yox, örgəməmsən deyəsən o şeiri. Söyləyirsiniz ki, mənə maraqlı qaldı Səxavət bəy. Həm deyirsiniz ki, o şeirə görə hamı o kitaba maraq göstərir. Bunu gələn sayda oxuyaram bir dəfə. Amma bugün oxumaq istəmirsiniz. Gələn sayda oxuyaram. Bir qorxulu bəlada var, bu ictimaiyyət arasında da var, sənət adamlar arasında da var. Bir də görürsən ki, orta səviyyədən də aşağı bir şairi və yaxud da orta səviyyədən də aşağı bir ədəbiyyat nümunəsini belə demək mümkünsə, gecə-gündüz təbliğ edirlər. Hətta onların içində, üzr istəyirəm, aşıqlar da var, şairlər də var. Bu çox qorxulu bəladır. Əlbəttə, reklam özü də bir reklamdır. Uşaqların zövqünü korlayırlar, onların fikrini yanıldırlar. Onlar ədəbiyyat nümunəsi deyil. Onlara böyük ədəbiyyatı təbliğ eləmə əvəzinə belə ortadan da aşağı bir ədəbiyyatı gecə-gün reklam edirlər, təbliğ. Hətta bu işdə televiziya kanallarda dırnaq içərisində böyük fədakarlıq göstərir. Belə yaramaz. Biz hara gedirik? Bu, belə bayağı şeyləri təbliğ eləməklə, bayağı şeyləri yalandan biz tərifləməklə biz hara gedirik? Bu ədəbiyyatdır, Azərbaycan xeyr, Azərbaycan ədəbiyyatı bu deyil. Azərbaycan ədəbiyyatının bayaq dediyim kimi etiketləri var, böyük semaları var.
Onlara yaxınlaşmaq lazımdır. Onların qoyduğu ənənəni davam etdirmək lazımdır. Əlbəttə, təbii ki, siz çox önəmli bir məsələyə toxundunuz. Sahib müəllim, yəni bunun özü də elə əlbəttə ki, ən aktual məsələlərdən biridir. Amma sadəcə olaraq mənə qaranlıq qaldı, həm də maraqlı gəldi Səxavət bəyin o fikirləri ki, yəni bu kitabda bir şeir var, o şeirə görə hamı maraq göstərir o kitaba, amma mən o şeiri oxumuram, səsləndirmirəm. Yəqin ki, açıq-saçıq şeirdir, mən belə nəticəyə gələm. Başa düşdüm, anladım. Amma mən istəyərəm ki, belə məqamda sizə söz vermək istəyirəm. Yeri gəlmişəm, bugünkü elə mövzumuz məhz elə o məsələnin, o mövzunun üzərində qurulur. Siz də o kitabdan studiyamıza gəlmişsiniz, o mövzuya müraciət etdiyini söylürsünüz. Mən istəyirəm digər aşığımıza söz verək. O da təbii ki, öz ifasını etsin tamaşaçılarımız üçün. Siz də yəqin ki, təbii ki, Balaban müşahidə edəcəksiniz və siz də hansı, zəhmət olmasa ifanız haqqında bir qədər məlumat verərdiniz əvvəlcədən. Sonra biz sizin ifanızı eşidik. Ümumiyyətlə, siz bugün az danışırsınız studiyamızda. Buyurun. Ağır şərli havasını oxuyacağım. Şairimizin sözlərini oxuyarıq. Qiymət də verərlər sənətkarlar. Buyurun.
Təşəkkürümü bildirirəm sizə, təbii ki, Qoşqar bəy, həm də Balaban təbii ki, ifaçısına müşahidə etdiniz. Təşəkkürlər, bir daha minnətlar, zəhmət olmasa. Əyləşim, mən istəyərdim ki, yenidən mövzumuzu xatırladım tamaşaçılarımız üçün. Biz bugün məhz həftənin bazar günüdür. Biz Başlanğıc Plus proqramına belə bir mövzu müzakirə çıxarmışıq ki, ədəbiyyatımızda vulqarizm, açıq-saçıqlıq və ya ciddilik məsələsi. Gördüyünüz kimi, burada bizim qonaqlarımız müəyyən məsələlərə toxunurlar, müəyyən təbii ki, məqamları onlar qabartmağa çalışırlar və tamaşaçıların diqqətinə çatdırmaq istəyirlər. Yəqin ki, bizim izləyicilərimiz hal-hazırda baxırlar, izləyirlər və onlar müəyyən qənaətə gəlirlər. Mən Sahib müəllim, yenidən sizin fikirlərinizə qayıtmaq istəyirəm. Siz Qoşqar bəy ifa etməmişdən əvvəl çox maraqlı bir məsələyə toxundunuz. Söylədiniz ki, yəni bəzən, yəni belə deyək də, lazımsız, yəni hansısa bir yazıların elə tənqid olunması, həddinin artıq onun haqqında danışılmalar da elə. Bunun özü də bir reklamdır. Elə antireklamın özü bir reklam, bunu yəni etiraf etmək lazımdır. Amma mən sizə etiraf edim ki, əgər bugün studiyamızda biz hansısa bir kitabı gətirib, onun adı ilə, kimə məxsus olduğu ilə bir mənalı şəkildə tənqid etsək, onun haqqında çox danışsaq və desək ki, bunda belə açıq-saçıq yazılar var, sizə əmin edirəm ki, köşklərdə, içərdə həmin o kitabdan qalmaz. O kitab tirajlar nə qədər satılar, hələ bəlkə də satış reytinqinə gətirib çıxarar. Yəni, bunların belə nəticə, bəzən olur ki, biz nəinki belə məsələlərdə elə yazıçıların üstünə düşməliyik, yazarları qınamalıyıq, həm də əhalinin oxucunu qınamalıyıq. Əgər oxucu onu oxumasa, ona maraq göstərməsə, heç artıq məcbur qalacaq yazan onu yazmayacaq ki, onsuz da onu oxuyan yoxdur. Məsələn, deyirəm, hamı, tutaq ki, vətənpərvərlik mövzusunda yazılara üstünlük verir, hamı onu oxuyur, hamı ona qaçır, onu qoy elə mən də bundan yazım. Yəni, belə məqama tək biz yazıcının üzərində düşməməliyik, həm də oxucunu qınamalıyıq. Bu barədə nə deyə bilərsiniz siz? O böyük Rus şairi var, Yevgen Yetişenko. Onun bir gözəl sözü var. Deyir ki, siz istedadlılara kömək edin. İstedadsızlar onsuz da özlərinə yol tapacaqlar. Çox təəssüf ki, bir gün bizim adlı-sanlı, nüfuzlu ədəbiyyat adamlarının bəziləri o bayağı ədəbiyyat nümunələrini siz deyən kimi bəzən müdafiə edirlər, təbliğ edirlər, hətta onu yaradanların arxasında dururlar. Bu çox ciddi bəladır. İndi siz deyirsiniz ki, oxucular yaxşı ədəbiyyatı oxumalıdır, nə bilim, özü seçməlidir. Bu biraz çətin prosesdir. Burada ədəbiyyat adamlarının, mütəxəssislərin böyük rolu olmalıdır. Onlar istiqamətləndirməlidir, onlara yön verməlidirlər oxuculara ki, nəyi oxusunlar. Bu mənada onların üzünə qapılar açıqdır mətbuatda. Mətbuatda çıxış eləsinlər, bugünün ən dəyərli sənət əsərləri haqqında söz desinlər, oxucu da onun dalınca geçsin, onu tapsın, oxusun və bilsin ki, yaxşı nədir, pis nədir. Amma oxucunun öhdəsinə buraxanda, oxucu yaxşını hələ seçə bilmir. Bu yerdə, bəli, mütəxəssisin rolu, mütəxəssisin istiqamət verməsi həll edicidir. O, böyük təsir gücünə malikdir. Onun sözü, onun təbliğatı böyük təsir gücünə malikdir. Bax, buradakı açıqların da, ədəbiyyat mütəxəssis kimi mənim də bu sahədə üzərimə böyük vəzifə düşür. Biz hər şeyi oxucunun öz öhdəsinə buraxa bilmərik. Çünki oxucular müxtəlif kateqoriyada olan adamlardır. Bunun içində çəkməçi də var, sürücü də var, filan da var, filan da var. Bunlar hələ ədəbiyyatın incəlikləri mükəmməl bilmirlər. Biz onlara müəyyən şeylər aşılamalıyıq ki, onlar oxuduğu ədəbiyyatın içində yaxşı nədir, pis nədir, onu ayırt edə bilsinlər. Bunu mütəxəssis olmayan çətini çəkər axı. Ona görə də oxucunun hələlik boynuna qoymayaq. Biz öz üzərimizə düşən vəzifəni, bax, sənət adamları, ləyaqətlə yerinə yetirməliyik. Həmişə oxucuların arasında olmalıyıq. Onların arasında geniş izahat işi, təbliğat işi aparmalıyıq. Deməliyik ki, ay oxucu, nədir yaxşı, nədir pis? Biz bunu deməyəndə, onlar bayağı ədəbiyyatın dalınca gedirlər. Vulqar ədəbiyyatının arxasınca gedirlər. Pornoqrafik əsərləri oxuyurlar. Burada biz mütləq sözümüz, mövqeyimizi bildirməliyik. Bizim üzərimizə böyük vəzifə düşür.
Vallahi yoxdur. Yəni internet əsri, internetdən var. Biz gənclərin hamısı internetə girir. Yəni kitaba baxan da yox. Amma bugün internetdə müəyyən saytlar və bloqlar var ki, əlbəttə ki, hər kəs öz yazılarını oraya yerləşdirə bilər. Üzr istəyirəm, o bir əlavə edeyim. Məsələn, bir-iki kitab keçdi əlimə. İnanın ki, o kitabın müəllifi şeir kitabı idi. Nə qafiyə bilir, nə heca bilir, nə nədən yazdığını bilir. Ona ön sözü adlı sanlı müəllif yazıb. Adlı sanlı bir adam elə yazıb ki, ona aparıb qoyubdu bir dediyiniz Müşfiqin böyrünə, Səmətullunun böyrünə. Halbuki onun şeirin içində heç nə yoxdur. Nə heca var, nə... Şeirin elementar şəkili əlamətlərini bilmir. Şeirin poetikasından, bunun sənətin poetikasından xəbəri yoxdur. Peşəkar ədəbiyyat mütəxəssisi ona böyük bir təmtəraqlı ön söz yazır. Dinləndə də deyir ki, mən sərbəst onu da o naşı oxucu gedib oxuyur, deyir ki, buna filan akademik, filan xalq şairi ön söz yazır. Yəqin yaxşı oxuyur, eləcə zövqü körlənir. Bax, görürsün bizim nə qədər günahlarımız var. Düz, çox. Mən onu demək istəyirəm ki, bu şair ümumiyyətlə şair sözünə görə məsuliyyət daşımalıdır. Bir də ki, şairləri Allaha qurban olun, böyük Allahımız digər insanlardan bu həyatın gözəlliklərini, çirkinliklərini sözlə daha yaxşı ifadə eləmək imkanı verir də. Bu sözlə daha yaxşı ifadə eləmək imkanına malikdir. Bilirsənmi, şair düzdür, yazır şeiri, sözü, yazır. Ancaq həqiqət odur ki, indi oxucu kütləsi demək olar ki, zəifdir. Demək olar ki, zəifdir. Bilmirsən, indi internetin olduğuna görədir, nəyə görədirsə, biraz oxucu kütləsi azdır. Ancaq kitab qədər insanı elmli örgədən heç nə ola bilməz. Kitab gözəl. Siz sözlə də əlavə eləmək istəyirəm. Çox üzr istəyirəm. Bəlkə də mən kimsə söhbətinə yersiz müdaxilə edirəm. İndi o bayağı şairlər ki dedik, o zəif şairlər, Bulqar ədəbiyyatının yaradıcıları, onlar görün özü nətər sığorta edir son vaxtlar. Deyir ki, yaradıcılıq, sənət, bədii təxəyyül Allah vergisidir. Yəni ki, mənə Allah vergi verir. Fikir verir, gör özünü nə sığortarlı. Güya Allah buna vergi verir. Bəli, demək olar ki, sənət Allah vergisidir. Amma Allahın işi gücü yoxdur, elə getirənə vergi verir. Bu, onlar əsrdə bir nəfərə düşər bu vergi, 2 nəfərə düşər. Elə hamıya vergi verilmir ha. Bununla oxucuları alladır, deyir ki, Allah vergisidir, mən belə yazdım. Aha, bizim reklamlarımız var belə anda. Reklamlardan sonra təbii ki, siz də fikirlərinizi bildirəcəksiniz. Belə, bu bizim elimizin reklamları da təqdim etdik sizin üçün. Yenidən studiyamızdayıq, hər birinizi salamlayıram. Artıq biz proqramımızın 2-ci saatındayıq və biz müəyyən müzakirələr edirik. Duman bəyin, Aşıq Dumanın fikirləri yarımçıq qalmışdı reklamlarımızdan əvvəl. Mən istəyərdim bu fikirlərini davam etdirsin. Buyurun. Vallahi deyirlər ki, Allah Taala'nın vergisidir şairə. Bu hamı yazanlar hamı belə deyir ki, Allah mənə vergi veribdir. Allah sağ vergi veribdir ki, get yaxşı sözləri yaz ilə deyəməyib və get yaz ki, filan kəsin şalvarının balağı gödəkdir, filan kəsin belədir. Yaxşı söz yaz ilə vergidir, yaxşısını yaz. Allah sağ demir, get sarsaq sözləri yaz kitabı. Əslində, əgər mənim dediyim sözə görə söz deyirsinizsə, mən demədim Allah vergisidir. Mən şairdən danışmıyorum. Yox, mən əlavə elədim sizə, yox, söhbət şairdən gelirsə, siz də deyirsiniz, Duman da deyir. Söhbət şairdən gelirsə, yəni mən deyirəm ki, Allah yaratdığı insanları, şairləri biraz sözü daha yaxşı ifadə eləmək imkanı verir. Ona malikdir. Söhbət şairdən gelirsə, bəli, mən demədim Allah vergisidir. Yəni şair, həqiqi şairdirsə, o digərlərindən onun fərqi ilə o sözü, o həyatın gözəlliyini də, çirkabını da daha yaxşı ifadə eləməyə bacarmalıdır. Ona layiq olmalıdır. Mən demirəm Allah istedad verir. Allah kimə istedad verir, nə istedad verir, geçsin işinə məşğul olsun. Söz yoxdur. Şairə də istedad verir. Saz aşığına da, hamıya da. Şairin istedad deyil, vergidir. Vergi demədim mən. Sən demirək hər şey. Allahın, qurban oldum Allahın kitabı Qurandır da. Bu bizim müqəddəs kitabımızdır. Əgər Allah Quran kimi müqəddəs bir kitab yaradıbsa, ona yaxın olan şairlər də Quran səviyyəsində olmasa da ona yaxın səviyyədə yazmalıdırlar. Əgər ona yaxın səviyyədə deyilsə, o şair hardan oldu Allaha yaxın? O Allaha yaxın adam deyil. O təsadüfi bir adamdır. Başa düşürsünüz? Havayı kəlam deyil, deyirlər ki, şairlər Peyğəmbərdən sonra Allaha ən yaxın adamlardır. Biz əgər Quran səviyyədə yaza bilmərik, o ancaq Allaha məxsusdur o qüdrət. Biz o qüdrətdə olmasaq da, ona yaxın heç olmasa, yaza bilmiriksə, şairi statusunu, şairi adını boynumuza götürə bilmərik. Bu təhqirdir. Mən bəlkə də
üzr istəyirəm, bəlkə də çox danışıram. Bilirsənmi, sözün də gözəlliyini, şairin də, həyatın gözəlliyini dərk eləmək başqa şeydir. Bayaq biz burada dayananda da Bəhmən müəllimlə söz saldıq, Bəhmən Vətənoğlu'yla. Bəhmən Vətənoğlu'nun bir şeiri var. Sözdəki gözəlliklər gör nə qədər elə insana da bir ruh yüksəkliyi verir, gözəllik gətirir. Deyir, gözəlliyinə heyranam, bitibsən bir lala dünya, şirinliyindən doymuram, bələnibsən bala dünya. Bir yan qışdır, bir yan bahar, bir yan bütöv bir laləzar. Bu gözəllik səndəki var, inanmıram sola dünya. Vətən oğlu düşmə dərdə, çal sazını pərdə-pərdə. Bu dünyadan sonra bir də heç kim görməz belə dünya. Bilirsinizmi? Dünya gözəldir, həyat gözəldir. Həyatı mən bayaq da dedim, fikrimi yenə deyirəm. Həyatı elə çirkabad aparan bizi gözəlləşdirən də. Gətir bu gözəlliyə doğru aparaq. Adını çəkdiyiniz Bəhmən Vətənoğlu deyirsiniz bala bələnib də. Amma bir kitabın adı Allahsız dünyadır. Yox, Allahsız dünya deyil. Niyə? O deyir ki, paradokslar var, ədəbiyyatda paradokslar var. Allahsız dünyada obyektə ziddiyyətli yanaşmalar olur. O deyir Allahlı dünyada öl vətən oğlu. Allahsız dünyaya gül vətən oğlu, Allahlı dünyada öl vətən oğlu. Vətən oğlu şeir yazıb demir ki, o nəysə başa düşməyənləri başa salmaq istəyir ki, Allaha inanmaq daha gözəldir. Bu sözün axırını oxumamısınız axı siz. Mən Bəhməni çox sevirəm, özü də Bəhmən dəryadır. Bəhmən deyir ki, Allahsız dünyaya gül vətən oğlu, Allahlı dünyada öl vətən oğlu. Yəni o adı gərək kitabın üstə çıxartmayaydı. Allahsız dünya. Biraz bu reklam deyil. Allaha inanmayanları başa salmaq istəyir ki, Allaha sevməyə inanmaq lazım. O qədər yazıq kimi boş yürüyüb kabinetlərin qabağına işin həll eləyən olmayıb. Ona görə də deyib ki, Allahsız dünyadır. Müəllimlərimizdə də onun öz fikridir. Allah rəhmət eləsin, böyük şairdir. Buyurun, əlavələriniz var. Qəmkeş Allahverdinin bir sözü yadıma düşdü, bir misrası. Yazır ki, nəyimə lazımdır hikmətli sözlər. Axı söz də getmir söz qiymətində. Zaman seçə bilmir yaxşını pisdən, çox astar satılır üz qiymətində. Ola mərhəməti, haq divan hanı, seçə bir-birindən yaxşı yamanı, nadana veriblər zəri zibanı, alıb sata bilmir öz qiymətində. Xəyalım qəmlərdən heç olmur uzaq, sınasan qələmim nə yarat, nə yaz. Qəmkeş çulladılar olağı atlas, onu da salacaq öz qiymətindən. Mən fəxr edirəm ki, Qəmkeş Allahverdi Qəmkeşin kitabının tərtibçisi mənəm. Mən tərtib eləmişəm, ona baxarsınız. Mənim dediyim, istədiyim oldu da. Bilirsiniz, bax, özünün də kitabını da çıxır. Duman da deyir, sözü bilib sonradan demək lazımdır ki, nə söz deyirsin. Mən yenə də deyirəm, Duman qayıtı yenə də deyir. Mikrofonu açıq sanırım. Yenə də deyir ki, Allahsız dünya. Ancaq nəysə, birimizə irad tutmaq gəlməmiş. Ancaq, yox, irad tutmaq yox da, ancaq yenə deyirəm, onun lab axır misralar var da, sözü oxuyub sonradan onu demək lazımdır ki, yenə də deyirəm, deyir ki, Allahsız dünyaya gül vətən oğlu, Allahlı dünyada. Axı, mən ayrı şey dedim, mən dedim ki, gərək onu kitabın üstünə çıxartmayaydı. Mən deyirəm, kitabın üstünə çıxartmayaydı. Onu, imən, onun, üzrüstə, onu vurğulamayaydı, ayrıca bir şey kimindən, nəsə. O günü bir məqam vurğuluyum, bizim uşaqlar gəlir, müəllim ona o götürüb o neçə il bundan qabaqda Sovet devrində deyir, vətən mənə oğul desə nə dərdim, Mamırov qayasında bitərdim. Bunu müəllimlər hələ də uşaqlara yazır ki, ged onunla inşa yaz. O müəllimlər gör nə qədər bu uşaqlara uçurum apar. Deməli bu uşaq gedib xalasından közdə, Sovet devrində xalası da bu inşanı yazırdı. Bax müəllimlərimizdə də belə bir zəiflik var. Sahib müəllim, biz istəyirik ki, sizin şeirinizi eşidək. Yəni ki, sizin də yazılarınız çoxdur. Mənim üçün çox maraqlıdır ki, siz daha çox hansı janra, hansı mövzuya üstünlük verirsiniz və yazdığınız şeiri eşitmək istəyirəm. Söhbət ki, məhəbbətdən, açıq-saçılıqdan, bax belə. Düşdü, mən məhəbbət şey demək istəyirəm belə. Buyurun. Hanı göylər gəzən qanadlı sevgim, sınıf inadından inadlı sevgim, qəribə dənizli sən adlı sevgim, nə atır sahilə, nə udur məni. Bir soruş, necədir könlümün halı, çox gəzib dolanma belə havalı, səndən etibarlı, səndən vəfalı, köhnə xatirələr ovudur məni. Yox, elə bilmə ki, uçulmaz dağam, taleyin iskilli saçları ağam, əlinə tamarzı titrək yarpağam, sənin soyuqluğun qurudur məni. Təşnə arzularım göz yaşı itir, dərdlə üz görməyə könlümü seçir,
Vüsalın günəşi məndən yan keçir, həsrətin yağışı tez tutur məni. Sən idin sahibin eşqinin ki, baxırsan üzümə indi yad təki, gözlərin unutsa nə var idi ki, ürəyin unudur məni. Sağ olun, Allah heç kimi unutmağa qoymuyor. Bir o qədər anlamıram. Baxışların biganədir, mən səni də anlamıram. Bu məhəbbət sənin, mənim, kim tutacaq qolumuzu? Gəl əzizim, bu əbədi bizim sevgi yolumuzu birgə ölçək şirin, qarış, məni necə sevdiyini mənə danış. Sevirsənsə ta susmağın yeri yoxdur. Bax, buna da razıyam, lağıl kimi söylə gülüm, biri vardı, biri yoxdur. Nə vaxt ki sevişirik, ta susmağın yeri yoxdur, elə sanki imtihandır, sözlərini unutmadan yaxşı çalış. Məni necə sevdiyini mənə danış. Gəl uzanaq Xan Çınarın kölgəsində, görəm belə sevgi varmı bu Azəri ölkəsində? İnanmıram, daha səbrim yoxdur mənim. Gülüm danış, qoy dinləsin gizli başımızın altında balış. Mən necə sevdiyini mənə danış. Təşəkkürümü bildirirəm. Sahib müəllim, həmçinin sizə. Buyurun. Mən rəssam deyiləm ki, çəkib sənin şəkilini. Gəzdirəm siləm üstə, duruca bir cismini. O qədər çox sevirəm gülüm, sənin üstünü. Mən rəssam deyiləm ki, çəkib sənin şəklini, gəzdirəm siləm üstə, quruca bir cismini. O qədər çox sevirəm gülüm, sənin ismini, sənin adından yaxın, qəlbimdə bir adı olmur. Səninlə olan zaman heç nə mənə yad olmur. Anam, bacım, qardaşım, atam da var yanımda. Sinmir ki otağım, üşütmə var canımda. Deyirəm ki gülərüz bir yar ola yanımda, neynim? Yarımdan özgə, könlüm də heç şad olmur. Səninlə olan zaman heç nə mənə yad olmur. Mən qəmli rəfa iləm, sən ol mənim həndəmim. Baxım şux qamətinə, gül üzünə, şənlənim. Deyirəm incə belli, qara gözlü gözəlim. Verdiyin busə kimi balda da heç dadı olmur. Səninlə olan zaman heç nə mənə yad olmur. Sağ olun. Kaş rəssam olaydım, elə rəssam ki, bəxtimi çəkəydim olduğu kimi. Sevmək də nə olar orada görərdim, arzumun, eşqimin olduğu kimi. Eşqimin tufanı, boranı, yazı, solmuş çiçəklərin yox olmuş izi. Çəkəydim gözlərin sevdiyim qızın, süzülüb xəyala daldığı kimi. Sücayət, mənalı yaz yaradan, vəfasızdan ağrı gizlət yaradan, salmasın heşkəsi bir də yaradan, məni nəzərindən saldığı kimi. Bir əsr gəzdiyimiz bağda küləklər, tənhayam, yalqızam qəm məni təklər. Quruyub budaqda qönçə çiçəklər tökülür vədəqsay ömrüm gülüm. Bizi püskünə mi doğdu anamız? Ağılsız olmuşuq, budur bəlamız. Həvəslə qurduğum sevgi qalamız sökülür vədəqsay ömrüm gülüm. Sən yoxsan, olubdu yetim səxavət. Sənsiz ömür sürər çətin səxavət. Polada bənzəyən mətin səxavət bükülür vədəqsay ömrüm gülüm. Leyli gözlərini qoy asatlığa. Məcnun qiymətini kəsə qəlbimdə. Yenidən sevişə vurğunla dürrə barışa qəlbimdə, küsə qəlbimdə. Vaqif cavab yaza Məhəmməd xana. Babək qılınç çəkib girə meydana. Bəhram bir ox ata qaçan ceyrana, dırnağın başına asa qəlbimdə. Sevgiliyə üzük bağlaya zərgər. Oyana Kürt qızı doğanda ürkər. Ağkilsə kəndində aşıq ələskər, sazın sinəsinə basa qəlbimdə.
Teşekkürlər, çox sağ olun. Təbii ki, mən hər birinizə minnətdaram. Teşekkürümü bildirirəm. Səhər-səhər yəqin ki, tamaşaçılarımızın hər birisinin ürəyincə oldu sizin bu söylədikləriniz. Mən bir məsələyə toxunmaq istəyirəm. Yəni, söhbət əgər istedaddan düşdüsə, istedadlı insanlardan biz danışırıqsa, mən belə bir sual ünvanlamaq istəyirəm. Sizə sahib mənim. Sizcə, bugünkü gündə istedadlı iddialılar çoxdur, yoxsa istedadsız iddialılar? Daha çox siz hansına rast gəlirsiniz? Xanım, istedadlılar heç vaxt iddia ilə yaşamırlar. Heç vaxt. Heç vaxtlar iddia ilə yaşamırlar. İstedadsız həmişə iddialı olur. Ona görə də istedadsızdır. İstedadlılar iddia ilə yaşamır, amma biz onları görməliyik. Görməliyik və onların layiq olduğu qiyməti verməliyik. İstedadlılar bu xalqın qızıl fondudur. O fondu qorumaq lazımdır. Amma o istedadsıza da qoy Allah insaf versin. Biz ona da laqeyd olmalı deyirik. Bəlkə onda da nəsə beynində yaxşı şeylər var. Onu tapıb bizə çıxartmaq lazımdır. Bəlkə onu o xəstə təxəyyüldən aralamaq olar və doğrudan da onu sənət adamı eləmək mümkündür. Bəlkə də var belə bir şey. Əgər ipə sapa yatarsa, istedadsız adamı da döndərib istedadlı eləmirlər. Amma yenə deyirəm, istedadlı adamlar heç vaxt iddia ilə yaşamırlar. Biz onların ürəyindən keçənləri, onların həyatı üçün, yaşayı üçün zəruri olan şeyləri tapıb ona verməliyik biz. Bu bizim borcumuz, mənəvi borcumuzdur. Təşəkkürümü bildirirəm. Mən bir məsələyə də toxunmaq istəyirəm. Bəzən o ki, bugünkü gündə bir çox mütəxəssislər, şairlər bugün sözün qiymətdən düşdüyündən gileylənirlər. Sizcə, doğrudan mı bu günlərin söz artıq öz ünvanına vaxtında çata bilmir? Yəni, söz təbii ki, biz bilirik ki, bəzi məqamlarda silahı əvəz edə bilir. Bugünkü gündə sizcə yenə də öz prinsipini həyata keçirə bilirmi söz? Öz ünvanına vaxtında çatıb silahı əvəz edə bilərmi söz? Yəni, sözü şairlər yazır, bizim gözəl aşıqlarımızda oxuyur, sonra bəzək verir. Yəni, demək olmaz ki, kitabda oxunmur, amma öz ədəbiyyat insanları var. Bir də Azərbaycanda çox da olmasa, yəni, bax, belə aşıqlarımızdır, poeziya severlərimizdir. Yəni, çatdırırlar, xalqa çatdırırlar. Bilirsiniz nətər, xanım? Biz müstəqilliyimizi əldə eləməyimizdən cəmi 20 il keçir. 20 il ki, biz müstəqilliyimizi əldə eləmişik. Birdən-birə hər şeyin yaxşı olduğunu söyləyə bilmərik, iddia elə bilmərik. Bu dövlət hələ indi təşəkkül tapır, inkişaf edir. Hələ indi yaşayır. Burada başqa sahələrdə olduğu kimi ədəbiyyatın özündə də, yazıcı ədəbiyyat münasibətlərində də, oxucu ədəbiyyat münasibətlərində hələ problemlər var. Demək olmaz ki, söz qiymətdən düşübdür. Vaxt gələcək, yaxşı bir sistem yaranacaq, yaxşı bir əhval-ruhiyyə yaranacaq və böyük bir oxucu atölyası yaranır Azərbaycanda. Yəni, əsl ədəbiyyat fanatları. Əsl ədəbiyyat fanatları. Məsələn, Avropada ədəbiyyat fanatları var ki, yazısını küçədə görən kimi yürüb onunla şəkil çəkilir. Bizdə belə bir şey yoxdur. Onlar yazısını çox sevirlər. Təzə ədəbiyyat gəlir, Avropada satışa, yarım saata qutarır. Bizdə belə hələ yoxdur da bu. Amma mən ona inanıram ki, olacaqdır. Axı, Avropa ölkələri 300 ilin, 400 ilin ölkələrdir. Bizdə cəmsi 20 ildir qurulubdur. Bir vaxt keçəcək, bizdə ədəbiyyat da stabilləşəcək. Başqa sahələrdə də hər şeydə stabillik yaranacaq, yaxşı oxucu kütləsi yaranacaq, onlar oxuyacaq bizi, yəni ədəbiyyatı oxuyacaq, dəyərləndirəcək, qiymət verəcək. Bugün, indi müəyyən mənada sözü haradasa bəlkə biganəlik var. Amma bu demək deyil ki, hamı, xalq da, hökumət də sözə belə şey yoxdur, biganəlik yoxdur. Sadəcə olaraq müəyyən belə təzahürlər var. Sözə müəyyən hallarda biganəlik var. Hətta bəzən məmurlar səviyyəsində də. Görsən, cavan şair gedir, tutaq ki, şəhər icra başçısına, misal üçün, mən konkret ünvan demirəm, hər hansı bir məmura gedib müraciət edir ki, xahiş elə, mənim imkanım yoxdur. Mən dövlətçiliyim haqqında, filan haqqında, şəhidlər haqqında kitab yazmışam. Xahiş elə, buna sponsorluq elə, kömək elə, görsən, yaxın durmurlar. Bundan da küçükünlük yaranır və deyir ki, sözə qiymət qoyan yoxdur. Buyurun. Onu demək istəyirəm ki, söz heç vaxt qiymətdən düşməyib. Bugün də düşməyib. Bugün elə bizim bu verilişə yığışmağımızın səbəbidir, sözün işığına buraya yığışmışıq. Söz əslində belədir ki, o sözü dərk eləyənlər adam o sözün qiymətini bilir nədir söz. Amma eləməyənlərə nə qədər təbliğat eləsən, nə eləsən də onun üçün mənası yoxdur. Söz qananlarındır. Allah qanan insanları var eləsin, sizləri var eləsin ki,
elə sözə, saza belə qiymət verirsiniz. Çox sağ olun. Təşəkkürümüzü bildiririk. Biz artıq yavaş-yavaş verilişimizin sonuna gəlib yaxınlaşırıq və mən istəyərdim ki, verilişimizin sonunda sizin son ürək sözlərinizi və məsləhətlərinizi öyrənək. Görək tamaşaçılarımıza siz nə deyəcəksiniz buradan studiyamız vasitəsilə. Eləcə də ədəbiyyatımızda açıq-saçıqlığa, vulqarizmə və yaxud da ki, müəyyən jargonlar istifadə olunan yazılara maraq göstərən həmin o tamaşaçı kütləsinə, oxucu kütləsinə nə deyəcəksiniz və sonda öz məsləhətləriniz. İlk növbədə sizdən başlayaq Sahib müəllim, buyurun. Adətən belə aktual söhbətlər mərkəzi televiziyada olur da. Orada böyük sənət adamları, yaradıcı insanlar yığışır, müzakirə edirlər. Deyək ki, Bakıdan, paytaxtdan uzaqda, regionda, El kanalında belə bir aktual mövzunun müzakirə olunması olduqca təqdirə layiqdir. Mən buna görə sizə, bu verilişin təşkilatçılarına, bu kanalın rəhbərinə öz minnətdarlığımı bildirirəm və arzulayıram ki, bu istiqamətdə verilişlər davam eləsin. Bu, təkcə region əhalisi üçün yox, xalq üçündür bu. Bugün müzakirə edildiyimiz mövzu hamı üçün aktualdır, hamı üçün vacibdir və bu istiqamətdə söhbətlərimizi davam elətdirək və biz məmnuniyyətlə sizin qonağınız olmağa həmişə hazırıq. Təşəkkürlər. Oxuculara da, dinləyicilərə də uğurlar, müvəffəqiyyətlər arzulayırıq. Çox sağ olun Sahib müəllim, minnətdarıq. Buyurun Səxavət bəy. Sizin əməkdaşlarınıza, rəhbərliyinizə özlərim minnətdarlığımı bildirirəm. Hər zaman da belə verilişləri çox görmək istəyirik. Hər zaman da bax belə bir yerə yığışıb sözün işığına yığışmağı arzulayaq. Təşəkkürlərimizi bildiririk. Buyurun, Aşıq Duman, siz də, Rafael bəy, siz, Qoşqar bəy, siz, həm də digər qonağımız. Oxuculara sözüm odur ki, yaxşı kitablar alsınlar, oxusunlar, tərbiyəli kitablar. Ən yaxşı məsləhət. Buyurun. Sağ olun əzizim. Mən hər vaxt bu televiziyaya baxıram, izləyirəm sizləri. Mən də təşəkkür edirəm. Ən əsas ona görə sizlərə mən təşəkkür edirəm ki, düzdür, biz Kəlbəcər elinlərik, Kəlbəcərliyik. Bizim saza sözə daha çox məhəbbətimiz var. Qəlbiniz maşallah, bulaq kimi qaynayır. Sağ olun əzizim, çox sağ olun. Mən yenə də deyirəm, bax bu saza sözə belə gözəl geniş yer verdiyinizə görə bu El televiziyasının rəhbərliyinə, sizlərə, hər birinizə təşəkkür edirəm. Çox sağ olun ki, siz varsınız. Allah bizim tamaşaçıları da, hər birimizi də könlünə insaf salsın, bir-birimizə xoş münasibətlə yanaşaq. Bir-birimizi sevək. Bir-birimizin həmişə xoş sözlərini deyək. Əlbəttə. Buyurun. Çox sağ olun. Biz də təşəkkür edirik hamınıza. Yazarlarımızdan hamısından xahiş eləyək ki, yaxşı şeirlər yazsın, biz sənətkarlarda yaxşı şeirləri oxuyaq. İfa edəsiniz. İfa edək, bəli. Buyurun. Sizlərə çox sağ ol deyirəm, əməkdaşlarınıza. Allah canını sağ olsun. Mən də xalqımızdan arzu edirəm ki, belə hamısı belə keçmişin unutmasın. Çox sağ olun. Minnətdarıq. Mən də təbii ki, sizə təşəkkürümü bildirirəm. Əlbəttə, siz də gəldiniz, Sahib müəllim, siz də, Səxavət bəy, siz və təbii ki, bizim digər qonaqlarımız. Bugün gəlib studiyamızda sizin öz məsləhətlərinizi verməyiniz, müzakirələrinizin özü də əlbəttə ki, bizim tamaşaçılarımız üçün çox önəmlidir. Əgər bizim bir və ya iki tamaşaçımız, mən yenə söyləyirəm, bugün studiyamızdan hansısa bir müsbət plusları götürə bildisə, nə xoş bizə. Mən bir daha təşəkkürüm də var. Bu da təbii ki, geyinmə görə Mingəçevir şəhərində yerləşən Platin Geyim mağazasınadır. Dərin təşəkkürümü bildirirəm təbii ki, mağazanın əməkdaşlarına və mən sizinlə də sağollaşıram. Yaxşı olar ki, artıq bütün sözləri qonaqlarımız söylədi. Mən heç bir söz qalmadı söyləməyə. Növbəti həftə görüşərik. Sağlıq olsun.